Azad, bu yaşayışdı evimizi çək, paylaşarsan səhifədə inşallah. 3 dənə otaq, bir dənə ev tapmışam sizin üçün, əziz izləyicilərimiz. Ləhəs bağlarındadır. Ləhəs bağlarında 3 sota yaxın, 3 otaq, tam təmirli, gir yaşa. Demək olar mebellərin hamısı qalacaq əziz izləyicilərimiz. Demək olar gördüyünüz bütün mebellər qalacaq. Yəni təkdən tük indi yataq dəstindən biri çıxacaq. O indi razılaşmaqdan asılıdır. Bax qardaşım, qonaq otağını çəkdi. Bu bizim dəhlizimizdir. Bu da bizim mətbəximizdir. Bir dənə xanımların ən gözəl, sevimli otağına bax. Gör necə genişdir. İstilik sistemimiz kombidir. Qəşəng, bahalı, keyfiyyətli mətbəx mebelimiz var. Görürsünüz. Yəni soyuducudur. Qalan hər bir şey, yəni tok besindən tutmuş hamısı qalacaq. Gəl qardaşım, yataq otaqlarını çək. Bax burada bir dənə yataq dəsti çıxacaq əziz izləyicilərimiz. Yəni bu otaqda olanlar. Gəl indi bir dənə qardaşım bu yataq otağını çək. Bu yataq otağında yataq dəstindən heç istifadə olunmayıb. Təzədir. Yəni qəşəng özdə mebellərdir, bahalıdır. Azadgah hamam otağını çək qardaşım. İsti döşəmədir. İndi həyətimizi də çıxaq, həyətimizi çəkək əziz izləyicilərimiz sizə. Qiymətimiz də sonunda, videonun sonunda qeyd olunacaq inşallah. Saxla Azad bir dənə. Bax bu mebel də qalacaq. Görürsünüz? Girən kimi şkafdır. Əziz izləyicilərimiz, qapısı necə asfaltdır? Bir dənə Azad gəl buranı göstər. Görürsən, bax asfaltdır qardaş. 26-cı dalana ləhəs bağlanır. 26-cı dalana Sibrisin qabağına çıxmaq olur bu yolla. Həyətin 3-4 dənə maşın rahat daxil olur. Evimiz 3-4 daşın üstündə kürsüdədir. Bax həyətində bir dənə bunu çək, ehtiyat su sənədi var. Yəni suyumuz daimidir ya. Sadəcə ona qoymuşuq ki, ehtiyat kimi. Orada da ki, həyətində sanitar qovşağıdır. Burada da ki, bir dənə maşın qarajımız var. Mənə təqdimat eləyən deyirlər ki, evin qarajını. Göstər qaraj, evin qarajını. Gəl. 2 dənə rahat maşın daxil olur bura. Qiymətimiz də, əziz izləyicilərimiz, neçə idi? 107 min manat. Sənədimizdəki icranın sərəncamıdır. Nə istəyirsiniz? Qapısı necə asfalt, ləhəs bağlarında, bağ evi kimi də yaşaya bilərsiniz. Qardaş burada daimi yaşayır. Yəni il boyu. Marketdir, yaxınlığındadır, avtobus dayanacağıdır, düz evimizin qarşısındadır. Məncə bu evi almağı tələsin. Real alıcıya qiymətdə indirim də olunacaq. Sahibi deyir ki, mən indirim eləyəcəm deyir. Səhifədə göstərilən nömrə ilə əlaqə saxlayın. Bu günə bu qədər. Sağ olun, minnətdarım.